Darius Milhaud Musiqisiz Qeydlər avtobiyoqrafik kitabında qrupun yaranmasını belə xatırlayır. Andrew Köle olduqca təsadüfi olaraq 6 adı seçmişdir. Orig, Durey, Onegger, Poulenc, Tayfer və mən. Sadəcə ona görə ki, biz bir-birimizi tanıyırdıq və eyni konsert proqramlarında iştirak edirdik. Halbuki bir-birimizdən tamamilə fərqli idik. Fərqli xarakterli 6 musiqiçi. Orig və Poulenc Cocteau'nun ideyalarını bölüşürdülər. Onegger Alman romantizminə, mən isə Aralıq dənizi lirikasına meyilli idim. Estetik fikirlərin ortaq elan olunmasını kökündən dəstəkləmirdim. Bunu sənətkarın təxəyyülünə maneə, ağlasılmaz məhdudiyyət kimi hiss edirdim. Lakin etiraz etmək faydasız idi. Çünki artıq gec idi. Məqalə məşhurlaşmış, altılıq yaranmışdır. Və mən istər-istəməz onun bir hissəsi oldum.